Allah Allah. Bu yağ nə məsələdir bu beləci? Yaxşıyam şükür. Nə deyirdin bayaq? Bu yağların keyfiyyətindən danışıram sizin üçün. Yəni bu yağlarda o qədər gözəllik, özəllik var ki, mən bu yağları məsəl üçün sizə bir şey deyim də, 5000 kilometrajla mən qoyuram bunu. Gedib 10.000 sürüb gəlirlər. Çəkirəm yağı, görürəm ki, yağda azalma yoxdur. Bir neçə maşında mən bunu tətbiq eləmişəm, yoxlamışam. Birində yoxdur, yəni bir dənəsi gəldi, ola bilər ki, yox, birində olmuyor. Bir neçə maşında olub bu. Mən bunu yoxlamaq şərtini eləmişəm ki, çox temperaturda göstərir. Vallahi billahi, mən doğru danışıram. Yəni bu olan bir şeydir ki, mən bunu eləmişəm ki, görün bu nə nəticə verir. Bu yağ nətər bu istiliyə test edirəm ki, dözür bu yağ. Sonra mən özümə də maraqlı gəlir axı. Bir günləri bir maşına vurdum bunu, yolladım ki, get 5000 kilometr sürün gəlir. Bu getdi gəlib, bir baxırım görüm 10.000. Yağı çəkirəm, yağ sapsarı düz Urvində dayanıb. Allah Allah, bu yağ nə məsələdir bu beləci? Bir başqa maşında, bir başqa maşında bunları başladım belə tətbiq edib yoxlamağa ki, görün bir nəticə baxımından bu nə göstərir. Sonunda məndə bunda sevgi yarandı, arxayınlıq yarandı ki, bu yağ çox gözəldir. Dubai yağıdır, istiliyə çox dözümlü bir yağdır. Keyfiyyət baxımından. Əsas ən çox müştərilərin məsəl üçün gələndə istifadə edən müştərilər ən çox belə razılıq bildikləri şey nədir bu yağ barəsində? Bu yağın özəlliyindən çox danışırlar. Yəni nəyindən məsəl üçün əsas azalmamaq ən öndə dayanan birinci odur. Sürücüyə nə lazımdır? Azalmasın. Başında yağ keyfiyyət baxımından dayansın. Önəmli budur. Ona görə o gəlir hər şey öz qaydasındadır.